Necə oldu ki, qərara gəldin qol altı botoksa? Çünki hər dəfə qışda, yaydan fərqli olaraq qışda da tərləmə olurdu. İstədiyim paltarları geyinə bilmirdim. İstirdim ki, daha özüm üçün rəngli paltarlar geyinim, hansı ki, izlər bilinməsin. Tərməni narahat edir ona görə. Bəs kimsə eləyib, kimsə sənə məsləhət gördü? Xeyr, yox. Instagramda gördüm ki, belə prosedur edirsiniz. Özün araşdırdın. Bəli. Bəs bu yayılan xəbərlərdən qorxmadın, botoksdan gəldin mənə? Xeyr. Deməli, bayaq soruşuram. Deyirəm ki, bəs sən qorxmadın, gəldin. Deyir ki, mən heç nədən qorxmuram, mən bilirəm hara gəlmişəm. Amma iynədən qorxuram. İynədən də heç görürsüz, qorxmur, eləyirəm, gülür, danışır. İncitirəm. Yox, incitmir. Doğrudan. Ciddi deyirəm. Qorxurdum, amma dəymirmiş. Hə, dəymirmiş. İncitmirəm mən hal-hazırda xanımı. Qol altı tərləməyə qarşı gibergidroz deyirik, botoks edirəm. 9 ay tam əminliklə deyirəm ki, kompleksdən azad olacaqsan, qəşəng rəngli paltarlar geyinəcəksən. Amma ola da bilər, orqanizmdən çox şey asılıdır. Bir ildə bu çəkə bilər. Bir də yəqin ki, gələn il yayda görüşəcəyik. İnşallah.